Salam, əlamlakin izləyiciləri, YouTube izləyicilər, Facebook, Instagram izləyiciləri. Həmişə kimi ev çəkilişindəyik, masa hazırda. Bax, gördüyünüz kimi gözəl bir məhlədir. Məhləni tam çəkmirəm. Bax, belə bir 3 otaq evdir. Bax, bu vəziyyətdə bir evdir. Bax, deməli qardaş, nə qədərdir? 3 sot torpaq da. 3 sotlu şəxsi tikilidir. Bax, bu kişi burada neçə illərdir yaşayır. Özü tikib. Burada əlavə onun sanitar qovşaqları var burada. Tam hazır vəziyyətdə. Burada yüngül bağı da. Bu kişi bağı da eləyir çək. Burada bəs. Burada tamam. Orada da var, burada da var. 2 dənə də. Həyətdə 2 dənədir. Bax belə şəxsi ev axtaranlar üçün çox gözəl bir variantdır. Bu da həyətdə nə eləmsə, yardımçı belə mətbəx eləmsən, hə burada da. Bax belə düz yardımçı işləri var. Deməli bunun torpağının çıxarışı var qardaş, düzdür? Özündə deyil bir eşitsən. Çünki Padvala da yer var. Padvala da yer var orada. Qoy laf çəkək, bax belə geniş evdir, bax bu vəziyyətdə. Demək qiymət neçə min deyirsən, qoy de özləri eşitsin cəmaət. Bilsən nələrdir? Çox adam görsəndə bu vasitəçilərə maka inanmırlar. Qoy sən özün. Neçə deyirsən? 100 min deyirlər. 100 min manat. 100 min axırda. 100 min axırıdır. Bax, gözəl. Deməli, 3 sot torpaqdır, çıxarışı var. Bura şəhərcik kimi gedir də, bax belə hələdir. İndi keçək evin içərisinə bir dənə qoy. Bax, girən kimi belə dəhlizdir. Bax, bizə geniş belə qəşəng dəhlizi var, bax, vəziyyətdə. Narahat olmayı düşməyəm, o sizə aynı moment eşim. Bax, belə. 3 dənə otaq, yataq otağı. Yox, 2 dənə yataq otağı var. 2 otaq yataq otağı. Girən kimi solda haradır bura, bu böyük otaqdır ya. Bax, girən kimi. Bu əşyalar qala aparsan bu əşyaları. Razılaşsaq qalar. Deməli, yəni 100 min versələr. Yox, əşyalar ayrı. Ayrı da əşya. Bax, belə. Neçə kvadrat olar bura? Vallahi kvadratdan bilmirəm. Ofşu cəmsi 120 kvadratdır. Bax, belə. Bu da birdən yataq otağı. Bax, bu da bu vəziyyətdə. Yataq otağı çox böyükdür, ha. Bəlkə də 25 kvadrat bulur. 26 olar. 26 kvadrat yataq otaqları. Səndə bir dənə, bu da? O da hamamdır, bu tuvalet. Bu da ayrı-ayrı, damısı? Heç o hamamını heç istifadə eləmir. Yeri çox qurbanı var. Gözü. Yağlamışım. Yenə burada. Ama heç burayı sövməsi istifadə eləmir. Qəşəng. Yox, bu çox əla çertiyojdur bu. Qaldı burada nə? Mətbəx qaldı. Hə. Bu da mətbəx mebli yəqin qalar da. Deməli, hörmətli izləyicilər, bax. 3 sotda, 3 otaq, bax gördünüz həyətdə nə qədər yardımcı tikilər var. 100 min manata, 100 mini verirsiniz, gəlib bu evdə hazır vəziyyətdə yaşayırsınız. Yəni hamının axtardığı bir variantdır bu. Hörmətli bax əzizlər, mən çəkmədim bayaq, yadda unutduq. Biz bax burada su anbarı var, bax bu kişi çəkib bunu hazır ev. Nəysə gəldi sonra nə əlavə sualı varsa zəng eləyin, sizə cavablandıraq.